Bəşər aləmində ən qanlı cinayətlərdən biri hesab olunan Xocalı faciəsindən düz 30 il keçir. Erməni faşistləri insanlığa qarşı ən dəhşətli cinayəti törətdilər. Qara faciənin üstündən uzun illər keçsə də Azərbaycan xalqı həmin tarixi unutmadı və unutturmadı. Xocalı sakinləri həmin qanlı tarixi, başlarına gətirilən müsibətləri ürək ağrısı ilə göz yaşı içində xatırlayırlar. Faciənin baş verdiyi gün rejissor Namiq Şirəlbəyev çəkiliş qrupu ilə birlikdə talan olmuş Xocalıya üz tutur. Nə qədər ağır olsa da o bugün xatirələrini bizimlə bölüşəcək. Erməni faşistlərinin törətdikləri cinayəti canlı şahiddən dinləyək. Gecə ilə Nazir xanım zəng elədi, səhərə yaxın ki, Namiq bəs Xocalıda belə faciə baş verib. İzzətə zəng elə, İzzət Əzizov bizim operatordur. Saat 11 idi, çatdıq vertolyotla Ağdıma. İnandım sizə ki, o mekidə bir neçə metr dalmış qadınların səsini eşitdi. Düşdürük mekidə girəndə apokalipsisin içine girmişdi. Qadınlar, arvadlar üzlərini cırırdılar, dan içində şaxsıyı, vaxsıyı düşdürürdülər, meyitləri yığırdılar. Bir yana otaq vardı, yığırdılar bir otağa, cəmaat gəlirdi, açırdı, baxırdı ki, qonumların əqrəbəsini axtarırdı ki, baxsınlar ki, ölən, itkin düşən, yəni tamazla gətirirlər ölüləri işte. Bizim gözümüzə gələn o işkəncə verən bizim Xocalı cəmaatını nə gündə salmışlar, onu ancaq heyvan eləyə bilərdi. İki dənə Uvazla getdi Askenan rayonu ermənilərlə Piridavaralara ki, onlar bizə meyit versinlər. Biz də onlar əslində onlar bizdən yanacaq istəyirlər. Yanacaqları çatmırdı. O yanacaqlara meyitləri, Xocalı meyitləri də itarırdılar. Allah verəcək bir klor pasport vermişlər. Biz ondan soruşduq ki, nə pasportlar diyor. Deyir ki, bu ölənlərin ciblərindən, meyitlərin ciblərindən çıxardırlar pasportları, harici yığırdılar, tustaqlarını. Mən sözə deyim bir dənə ki, biz o məkiddə görənlər kulminasiya kimi deməzdim. Ən çətini bizim üçün biz neydi? O ki, Allah verdi, çıxdı, maşından çıxdı, o idarədən çıxdı, biz də çəkə-çəkə gedirik. O ki, Uaz maşınına o pasportları atanda, o tadırlar var, siz bunu görərsiniz. O ki, cəmaat gəldi, yığışdı və qorxurdu ki, birdən o doğumu, atasının asıl pasportu çıxdı. Mən o fikir verirdim ki, o gözlər, o insanlar, o qorxu, vahimə ki, baxırlar, soruşurlar ki, bəs nədir? Bu kimdir? Uşaqlarım. Siz də bunlarla Bir də pasportlu yoldaş, bir də budur. Bunlar girov götürüblər abla. Bu yoldaşınızdır? Hə. Bu da sizinkidir, pasport da sizinkidir. Ay sağ ol, bunlar bizimkidir. Bunu bir gün gətirirlər, meydini öldürüblər bu. Kəsdirən bıçaqla gözümüzün qabağında qol oynayırlar başında. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı Ermənistan silahlı qüvvələri və 366-cı moto atıcı alayının iştirakı ilə törədilib. Ağlasığmaz qəddarlıq və cəza üsulları ilə yadda qalıb. Xocalı faciəsinin üstündən 9 gün keçib. Yüzlərlə insan bir araya toplaşaraq itkin düşmüş doğmalarından xəbər gözləyirlər. Ölü ya diri. Tək bir cavab ala bilsinlər. Cəmaatı deyirdilər, sakit edirdilər ki, bu faciədən qabaq ki, heç nə olmayacaq. Ermənilər gəlməyəcək, hücum olmayacaq, yəni ki, sakit oturun. Bir vaxt sonra dedilər ki, yox, bir şey olsa biz helikopterlar təşkil edəcəyik, hamısını çıxardacaq oradan, amma axırında heç nə olmadı. Cəmaatı aldatmışlar. Bir dənə kişi çıxış elədi orada, adı yadımdadır. Bir dənə söz dedi ki, siz elə bilirsiniz ki, bununla Xocalı əvvəldir. Bundan sonra bu Ağdamı da gözləyir, Şuşanı da gözləyir, Laçını da gözləyir. Faciə Şuşanı da gözləyir, Laçını da gözləyir, Ağdamı da gözləyir, el yerləri də gözləyir. Bütün Azərbaycanı. İki dənə erməni tustaq tutmuşdular, onlarla müsahibə götürdü və onlar, bilirsiniz, o bütün böyük intervyusu vardı, amma bir dənə sözdülər ki, bunu gələn erməniləri eləmişdilər. Çünki Qarabağ erməniləri o cür dəhşətli şey edə bilməzlər, o xaricdən gələn ermənilər. Bütün ailəsən 11 nəfərin, 11-i də yoxdur. İndi mən bir həftədir buradayım. Gələn meyitlərin çoxunun baş üstündə yox ki, tanıyam ki, mənim qohumlarım, qardaşlarım, qardaşım balaları hansıdır.
bütün cavan gəlinlərin hamısının əl dırnaqlarının ətlərini belə mən axtarmaq üçün üzərində sənət qalmayıb. Bütün əllərini belə soyublar, sümüklərini doğrayıb atırlar. Gəlinlərin hamısının gözlərini töküblər, gözlərini, bu ətlərin əksəriyyətini doğrayıb tikə-tikə yığıblar. Günə 87 nəfər gəldi buraya, gecə gəldi. Gün üçündən başqa gecə 87 nəfər gəldi. 87 nəfərin saymışam 9'unun gözü üstündədir. Qalanının gözünü töküb təmiz eləyirlər. Ətlərini tikə-tikə doğrayıb yığıblar avuclarına. Dilləri ağızlarında yoxdur. 26'sı gecə orada yatışmışdır. Onda gördük ki, bütün atışma elə qəflətən qopdu. Siz oradaydınız? Bəli, mən qardaşımın evindəydim. Atışma qopandan sonra kimin ağzı hara gəldi? Bütün dağılışdıq meşə ilə. Bir tək qardaşımız ilə mən qutardıq. Meşələrlə ayaqyalın bacasımız gəldi, çıxdı düşməli qırmağın əlinə. Sonda qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 62 uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.